Ömür imtihandır, birinə dostlar. Belaya heç kəsin başı dəyməsin. Eyb etməz insanı vüsal ağlatsa, gözünüzə kədər yaşı dəyməsin. Nadanlıq eyləyib gülməyə nə var? Ömrün axırını bilməyə nə var? Elbrus müəllim, mərdin gülləsindən ölməyə nə var? Kişiyə namərdin daşı dəyməsin. Ağlatsın bəhməni bir el gözəli, çünki daşa dəyib eşqin əzəli. Ay Fikrət əmi, qoy məni doğrasın bir loğman əli. Amandır, yaraman aşı dəyməsin. Amandır, yaraman aşı dəyməsin. Elbrus müəllim, xoş gəlmişsiniz. Fikrət əmi, xoş gəlmişsiniz. Sizlərlə bu həmin masa ətrafında əyləşən çox hörmətli, dəyərli qonaqlarımızı mən salamlayıram və hər birinizi bu gözəl ana dəvət edirəm. Təmin olunan İlham Mustafayev bu gözəl günümüzün qonağıdır. İlham müəllim, xoş gəlmişsiniz. Mən sizləri səmimi qəlbdən salamlayıram. Allah can sağlığı versin sizlərə. Elbrus müəllim həmişə toyda, həmişə belə gözəl günlərdə. Fikrət əmi, sizləri səmimi qəlbdən salamlayıram və böyük məmnuniyyətlə sizləri dinləyirəm. Buyurun. Çok sağ olun. Söz verdiğine göre minnettarım. O cümleden musikimcilerimi salamlayıram. Əvvəlcə qeyd edim ki, bugün Bərdə torpağında olmamıza baxmayaraq məclis qəhrəman tərtərində. Xahiş edirəm bir qəhrəman tərtəri alqışlayaq. Allah elimizi, quvamızı var etsin. Azər, sən kənarda dururasın, bağladayı sən atın. Sən bizim yanımızda olmasın. Biz bugün məsəl var, Allah ulanlarımıza rəhmət etsin. Deyil, mən fəxr edirəm Azərbaycanlıyım. O cümlədən biz fəxr edirik ki, tərtərliyik. Tərtərin hər bir vətəndaşı, o cümlədən Azərbaycan milləti bir gün üz açıqdır, Allah açıqdır, hamımız qəhrəmanı. O cümlədən qəhrəman tərtəri olduğumuzdan qürur duyulur. Hər bir yerdə də tərtəri olduğumuzu qeyrətlə, fəxrlə demək haqqımızdır. Və deməyə bacarırıq, şükür Allah'a. Bugünkü günə torpaqlarımız azad, vətənimiz azad, millətimiz azad. Allah belə günü bizim xalqa çox görməsin. Çox sağ olun. Azər, Allah səni xoşbəxt etsin. Sən bir böyük nəslin, böyük elin nümayəndəsən. Elə mənə məlumdur ki, Cəmilli cəmaatı bir xeyli bundan əvvəl hesablanmalarına görə harada bir 17-18 tane o kəndlər rəis var. Vəzifədə olanlar vardı. Bugün o torpağın övladı Azər o nəsli davam edirsə bizim üçün nə xoş. Və sizin elə ailə dövləti sevən, dövlətə yarayan, hər bir an xalqın, millətin yanında olan bir ailəsiz. Azərin əmsi də məhkum şəhidliyi, Allah rəhmət etsin. Atası Rizvan əmi qazisiz, Allah şəfa versin. Qardaşımız Elçin müəllim, əzəldən mən biləm ki, 44 günüdə də əvvəl də ordu sıralarında iştirak edib, hərbi zamanı bir Azərbaycanın qeyrətli oğlu kimi əlindən gələni xalqın üçün əsirgəməyib, Allah sizi var etsin. Bu nəslin davamı olaraq Azər də milli qəhrəman adı almaq, Vətən müharibəsi qəhrəman adını tərtib edən Allah dövlətimizin başçısını da qorusun ki, lazım yerdə, lazım insanlara dəyər verməyi haqqını edir. Hər şeyin haqqında yer var. Özü dedi ki, mən hər şeyin məqamında yerim bilirəm, bəli. Hər an nə atacağım çox gözəl bilir. Allah xoşbəxt etsin, yarayanlardan olsun. Allah Azərin gələcək olacaq övladın qəhrəman övladı kimi böyüsün. Biz o gələcək üçün bu ailədə yeni qəhrəmanlar görmək istəyirik. Yeni vətən üçün layiq növbətlər istəyirik. Allah yarayanlardan etsin, Allah xoşbəxt etsin. Həçirəm, nə bilim, nəsə demək azdır. Biz deyəcəyimiz ailələrlə danışıqda çatışdırır. Yarayanlardan olsun, ən vacib odur yarayanlardan olsun. Elbrus müəllim, çox şükür. Fikrət əmi, buyurun. Allah azları xoşbəxt edəsin. Azərbaycanın milli qəhrəmanıdır. Yəni Tərtər cümləsində 3 nəfərə milli qəhrəman verir. Onlardan biri də Azərdir. Yəni Tərtər öz sözünü bir müharibədə deyib, ikimizdə deyib. Mən həmişə qəfl eləmişəm ki, Tərtər 5.000 adlara da erməni verir. Ermənin çıxartdığı olsun. Hər uşağın şərifini.
Yani 5 sonra demeseler de sen yani biz Tərtərlidə Azərbaycanın qəhrəman oğulları ilə fəxr edirik. Eyni zamanda Tərtərdə hər kəs qəhrəmandır. Tərtərdə 3 qəhrəman, 6 qəhrəman, Tərtərdə 3 qəhrəman. Sağ olun, var olun, Allah Azərin boş balası olsun gələnlər var, yəni, mən belə ürəkdən... Mənim çox sağ olun, Allah canı sağlık etsin sizlərə. Sağ olun, sözü yüzünüze diyorum. Allah mübarek eylesin. Allah yarlayanlardan eylesin. İnsan gözün aydın, haber gözün aydın. Allah sizi daim kendin eylesin. Canımızda könül cezbeyleyen, hüsnüne nazdır. Toy meclisini şen keçiren, mermer ile saldır. Toy meclisinin şahidik biz iki gencin. Oğlan kıza kız oğlanlar neydi beyazdır. Dostlar da, qohumlar da, tanışlar da olup şad. Bu şenlik gecesinde hamurun neşesi saldır. Beyler gelinin şerine billahi okunsun. Bu toy gecesinde ne kadar oynasa azdır. Sen bir mehdi, geleşen gecelerde ömür artır. Her toy meclisi bu hayat alemine bir yer yazdır. Allah muhafaza. Ahmet, teşekkür ederim. Böyle güzel şenlenmeyle sizlere davet edirik. Ben deyəm, Allah sizləri var eləsin, həmişə toylarda görüşək. Şöhretin var şanına, güzel